Və Matrixdəki bu 12 siqnaldan, bu ikincidə xüsusi diqqətli olmanızı istəyirəm. Çünki məhz sosial təsdiq aclığı sizi istəmədiyiniz şeyləri etməyə və nəticəsində zərərətqanınızın tükənməyinə səbəb olur. Sən bəzi şeyləri bilməyi, eşitməyi, almağı istəmirsən. Biri var ki, sən bir şeyi ertələyirsən, çünki ona sənin tutumun çatmır. Məsələn, sən istəyirsən əslində hansısa bir sahədə, tutaq ki, öz sahən üzrə ən yaxşı olmaq və sən post paylaşmağı, marketinq qaydalarını öz səviyyəndə öyrənməyi, birindən dəstək almağı ertələyirsən və bunu eləmirsən. Bir də var ki, sən qohum-əqrəba stolunda oturursan və o an onların qeybətlərini eşitmək istəməsən də, özünü dinləmək məcburiyyətində buraxırsan. Çünki sən orada təsdiq olunmalısan. Birdən sənə deyərlər ki, qulaq asmırsansa, onda dur çıx get. Və məhz bu təsdiq ehtiyacı təkcə qeybət stolunda yox, bəzən sosial mediada, bəzən dost çevrənizdə, bəzən universitetinizdə sizi dəyişdirib başqa fake adam yaradır. Sosial təsdiq ehtiyacının ən rahat həlli dəyərlər məsələsidir. Sən nə vaxt öz dəyərlərini ciddi şəkildə bilirsənsə və öz dəyərlər sütunun hazırdırsa, sən özünlə hicadasansa, sənin sosial təsdiq ehtiyacın ödənir.